7 oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günü kimi qeyd olunur. Bu gün məktəblərdə kitabxanaların və kitabxanaçının rolunu bir daha xatırlamaq məqsədi daşıyır. Kitabxanalar bilik, maarif və səssizliyin məbədləridir. Burada oxunur, öyrənilir, düşünülür. Amma hər kitabın, hər səhifənin arxasında görünməyən bir zəhmət dayanır. Kitabxanaçının zəhməti. Biz də bu münasibətlə Bakıxanov qəsəbəsində yerləşən 96 saylı məktəbin kitabxana müdürü Ofeliya İsmailovanın bir gününü izlədik. Mən orta məktəbdə oxuyandan fikirləşirdim ki, gedirdim kitabxanalara, kitablarla oxuyurdum, maraqlanırdım. Bizim bir yaxın qohumumuz kitabxanada işləyirdi. Tez-tez gedirdim, ondan xoşum gəlirdi, onun sənətindən, işindən. Oradan götürüb bütün kitabları oxuyurdum. Elə hər dəfə də ona deyirdim ki, gələcəkdən mən kitabxanaçı olmaq istəyirəm. Bütün kitabları oxuyum, oxumaqla bərabər onu tövsiyə eləyim, məndən də başqa oxuyanlar olsun. Yəni buna görə mən uşaqlıq arzum olubdu ki, mən kitabxanaçı olam. Həqiqətən də işimdən həmişə zövq alıram. Uşaqlar hər dəfə gəlib bizdən nə isə istəyəndə, onu tapıb verəndə, onlara bir yardım eləyəndə, kömək eləyəndə mən ondan zövq alıram. Ofeliya xanım uşaqları kitabxanaya cəlb etmək üçün maraqlı və yaradıcı üsullardan istifadə etdiklərini deyir. Biz məktəbimizdə radio qovşağı kimi mikrofonla bir hekayədir, bir romanın lap özüdür. 5 səhifə, 10 səhifə bir fəal oxucunu aparırıq, bunu oxuyur. Uşaqlar hamı onu diqqətlə qulaq asırlar. Onlarda bir maraq yaranır. Növbəti dəfə o gündən sonra kitabxanaya oxucu daha çox gəlir ki, həmin kitabı verin biz də oxuyaq, bizə çox maraqlı gəldi. Yəni bunu biz həftədə bir dəfə eləyirik. Hər həftə demək olar ki, beləliklə oxucularımızın sayını biz artırmağa cəhd eləyirik. Yəni bunun da nəticəsini görürük. Həqiqətən ki, yəni oxunub yarımsıq qalan kitabı istəyən şagird daha çox olur. Salam. Biz Bəxtiyar Vahabzadənin 100 illiyi əlaqədə tədbirə hazırlaşırıq. Bizə kitab verə bilərsiniz? Verə bilərik. Duyğu, kitablar bunlardır. Bəxtiyar Vahabzadənin həm birinci cild var bizdə. Birinci cildində şeirləridir. İkinci cildində poemalarıdır. Ola bilər bunların ikisi də lazım olsun sənə. Müəllimin yəqin ikisini də tapşırıbdır. Bəs şagirdlər ən çox hansı kitabları oxumağı sevirlər? Bu kitablarımız bizim yeni gəlibdir. Yəni onu yeni gələn kitabları biz ayrı rəfə yığırıq. Elə oxucularımız var ki, onlar bütün demək olar ki, əksəriyyət kitabı oxuyub qurtarıblar. Onlar yeni kitab istəyəndə biz yönləndiririk ki, məsələn, bu rəfdəki kitablarımız təzə kitablardır, bunlardan oxuya bilərsiniz. İndi kitab oxuyan çox azdır demək olar ki. Hamı telefonla, internetlə məşğul olur. Deyəndə ki, filan kitab deyirlər ki, telefonda açdıq, baxdıq, oxuduq. Yəni mən istəyirəm ki, kitabı uşaqlar əllərinə alıb onun iyini hiss eləsinlər, onu açsınlar, vərəqləsinlər, göz yaddaşı ilə onu yadda saxlasınlar, oxusunlar. Söz ehtiyatları onların çox olsun, məntiqləri güclü olsun. Kitabxana məktəbin ruhudur. Bu günü qeyd etməklə biz uşaqların gələcəyinə qoyulan ən səssiz, lakin ən dəyərli sərmayəni yad etmiş oluruq. Oxuyan uşaq düşünən gələcək deməkdir.